Bir əsrlik tarix və bir xurcun alma. Şəfəq qəzetinin yaranması Qubanın məşhur ağ almasının bərəkəti ilə bağlıdır. Bu hadisənin olduqca maraqlı tarixçəsi var. 1920-ci ildə Sovetlərin 8-ci qurultayına qatılmaq üçün Moskvaya gedən Quba Qəza İnqilab Komitəsinin sədri, əslən İsmayıllı rayonundan olan Qasım İsmayılov özü ilə bir xurcun saf Quba alması aparır. Qurultaydan əvvəl o, bu sovqatı şəxsən Vladimir İliç Leninə təqdim edir. Quba almasının dadı, ətri və görünüşü Lenin tərəfindən çox bəyənilir. Bunun qarşılığında 1921-ci ildə o, Quba rayonuna bir çap maşını göndərir. Bu, Qubalıların diqqətinə verilən dəyərin bir göstəricisi idi. Həmin çap maşını uzun illər, təxminən 1980-ci ilə qədər Quba mətbəəsində istifadə olunur. Daha sonra çap texnologiyaları yeniləndikcə, bu qiymətli tarixi avadanlıq Azərbaycan Tarixi Muzeyinə təhvil verilir və bugün də orada qorunur. Məhz bu çap maşınının Qubaya gətirilməsi ilə 21 aprel 1921-ci ildə rayonda ilk qəzet əxbar fəaliyyətə başlayır. Qəzet müxtəlif dövrlərdə Yeni Dirilik, kollektivləşmə yolu, Qızıl Quba, Quba adları ilə nəşr olunmuş və bugün Şəfəq adı ilə fəaliyyətini davam etdirir. Yeni Dirilik qəzetinin 23 noyabr 1922-ci il tarixli nömrəsi hazırda redaksiyanın arxivində xüsusi qorunur. Əxbar qəzetinin 6-cı nömrəsi isə Milli Arxiv İdarəsində dəyərli nüsxə